Salam, hər vaxtınız xeyir. Bu gün sizinlə kəsrlər mövzusundan buraxılışa düşmüş suallara baxacağıq. Gəlin başlayaq birinci sualdan. Deyir, cədvəldəki ədədlərin hansı hissəsi natural ədəddir? Deməli, 1, 2 dənə natural ədəd var. Ümumi neçə ədəd var? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. 8-də 2, ixtisar aparsaq 4-də 1. 1A. 2-də cədvəl 10 bərabər hissəyə bölünüb. İştiriklənmiş hissə bütün düzbucaqlının neçə faizidir? Demək, iştiriklənmiş hissə 1, 2, 3, 4, 5, 6, 7, 10-da 7 faizə çevirsək vurarıq 100-ə, eləyəcək 70%. Üçüncü sual. Kəsirin düzgün kəsir olması üçün M-in aldığı natural qiymətlərin cəmini tapın. Düzgün kəsir nə idi? 7M çıx 2. Üçüncü sual buradan yazaq. 7M çıx 2. Sürət kiçik olmalıdır məxrəcdən. 7M kiçikdir 35-dən, M kiçikdir 5-dən. 5-dən kiçik ədədlər 1, 2, 3, 4. Bunların da bizə nə lazımdır? Cəmi. 1, 2, 3, 4. Cavab 10. Baxaq dördüncü suala. A və B qarşılıqlı sadə ədədləri üçün A böl B bərabərdir 0,2 dövrdə 6 olarsa AB hasilini tapın. Demək, dördüncü sualda A böl B nədir? 0,2 dövrdə 6. Gəlin risk dövrdə 6 bu hissəni özümüz üçün həll eləyək. Nə olacaq? 2. Deməli, mötərizənin içərisindəki qədər 9, çölündəki qədər 0, 26 çıx 2. Nə oldu? A böl B bərabərdir 90-da 24. Bunu da ixtisar aparsaq, ixtisar gedər, 6-ya ixtisar gedər səhv eləmirəmsə, A böl B bərabərdir 24-də 6-ya böləndə 4 dəfə, 96-ya böləndə 15 dəfə. 15-də 4. A və B qarşılıqlı sadə ədədlərdir axı. Deməli, A nədir? 4. B nədir? 15. Bizdən də bunların hasilini istəyir. 4 vur 15, 60. A variantı. 5-ci sual kəsirini ixtisar edin. 25 ilə 75 3, 121 ilə də 11, 11, 11-də 3. Cavab Y variantı. 6-da C ən kiçik sadə ədəd olarsa, ifadənin düzgün kəsir olması üçün K tam ədədi hansı şərti ödənməlidir? Demək, burada nə edərəm? C ən kiçik sadə ədəd. Ən kiçik sadə ədəd nədir ki? 2 böl 5 çıx K nə olsun? Düz. Düz nə idi? Düzgün kəsir. 2, gəlin belə eləyək də, məxrəc böyükdür sürətdən. Mənfi K-da böyükdür 2 çıx 5-dən. Mənfi K böyükdür mənfi 3-dən. K da kiçikdir 3-dən. K 3-dən nə olmalıdır? Kiçik. Cavab Y variantı. Növbəti 7-ci sual. Qarabağ sözündə A hərfləri bütün hərflərin sayıca hansı hissəsidir? Ümumi 7 hərf var, 3 dənə A var, 7-də 3. A variantı. 8 ifadənin qiymətini hesablayın. Gəlin hesablayaq. Dəqiqə buradan yazmaq olar. 8-ci sualda 6 bölünsün 0,3. Gəlin belə eləyək də biz bunu. Mən ya da yox, biraz nə həll eləyək danışarıq. Plus 0,6 %66 plus bu xətti də uzadım. Daha doğrusu minus 0,9 böl 0,99 bərabərdir. Biz nə edirdik burada? Demişdik ki, vergüldən sonra rəqəmlərin sayını eyniləşdirəcəm, sonra da vergülü tullayacam. Vergüldən sonra 2 rəqəm, vergüldən sonra 2 rəqəm, vergüldən sonra 2 rəqəm, vergülləri tulladım. Qaldı nə? 6 bölünsün 33-də 30 plus 66-da 60 minus 90-da 99-da 90. İxtisar aparsaq 6 bölünsün 30-dan 33 gedir 11-də 10 plus 66 ilə 60 gedir 11-də 10 minus bunlar da ixtisar getsə yenə qalacaq 11-də 10. 11-də 10'ların biri gedəcək, qalacaq 6 böl 10. 6 böl 11-də 10. Burada məxrəcin məxrəci qalxacaq yuxarı. Bu da eləyəcək nə? 6 vur 11 böl 10. Yəni 66 böl 10, yəni 6,6. Cavab 6,6. 8-dən sonra növbəti sualımız 9. Hovuzu su axıdan 2 krandan birincisi təklikdə hovuzu 4 saata. Bu tənlikdə də olmalıdır bu sualdan. Tənlikdə də izah edəcəm. Burada da baxaq. Hovuza su axıdan 2 krandan birincisi təklikdə hovuzu 4 saata. Bu nə idi? Təklikdə 4 saat. İkincisi isə 6 saat. 6 saat ta doldurur. Hər iki kran açılsa hovuz neçə dəqiqəyə dolar? Nə edəcəm? Demişdik bu tipli suallarda tərsinə yazırıq. 6'da 1 toplayanda neçə eləyir? 24'də bunu vuracam.
Ortaq məxrəc 12, 24 yox, bağışlayın. 12, 4 vuracam 3-ə, 6 vuracam 2-yə, 3 üstəyə 2, 12-də 5. Bu nə idi? 1 saata dolan hissə. 1 saata bu ikisi bir yerdə işləsə 12-də 5 hissəsi dolar. Tam hissəsi isə 5-də 12 saata. 12-ni 5-ə bölsə eləyəcək 2/4 saat. Bizdən də saatı istəmir. Diqqətli olaq, dəqiqəni istəyir. 2/4 saat, bizdə bu saat olaraq 2/4 saat tapdıq, amma bizdən dəqiqə istəyir. Nə edəcəm? 2/4-ü də vuracam. 1 saat neçə dəqiqədir? 60. 2/4-ü də 60-a vursaq, necə vurarıq? 24 vur 6. Yəni bu vergü ilə 0 apardım. 24-ü də 6-ya vuranda 144 dəqiqə eləyəcək. Cavab 144. Diqqətli olun. Baxın. Elə 2/4 saat yazıb qaçmaq istirdim, amma bu dəqiqə sözü var burada. Diqqətli olmalıyıq. 9-dan sonra 10-cu sual 48-in 8-dəyə 7 hissəsi, 48-i 8-də 7-yə vuranda bundan bu ixtisar gedər, qalar 6, 6-nı da 7-yə 42. 11-də bağdakı ağacların 11-də 4 hissəsi alma, 11-də 2 hissəsi isə armud ağacıdır. Digər meyvə ağacları bağdakı ağacların hansı hissəsini təşkil edir? 11-də 4 ilə 11-də 2-ni götürəndə ümumi nədir? 11-də 11. Buradan bir dəfə 4-ü, bir dəfə də 2-ni götürsək qalacaq 11-də 5. 12-ci sual. Buradan nə edərəm? Deməli 0,3, 15, 13, 20, 1 böl 0,26. Baxıram ki, bura bir qırmızı ilə yazıram. Bura bir 0 əlavə edib bunları tullayaram. Bura 2 0 əlavə edib bunu tullayaram. Biz nə demişdik? Vergüldən sonra rəqəmlərin sayını eyniləşdirməliyik. Sonra da vergülləri tullamalıyıq. Getdik 30 böl 15 plus 13 böl 20 vur 100 böl 26. Bundan bu ixtisar gedər, qalar 2. Bundan bu ixtisar getdi. 2 qaldı. 2 üstə gəl. 100-ü 20-yə böləndə 5. 5-i də 2-yə böləndə, yəni 5 böl 2-də bizə nə verəcək? 2/5. Yəni 4/5. Cavab 4/5 oldu A variantı. Sonra 13-cü sual. 13-də deyir ifadənin qiymətini hesablayın. Gəlin tez hesablayaq. 12-də 5 böl mənfi 6-da 5 plus 3-də 2 bərabərdir. İkisinin ortaq məxrəc olacaq 6. Bunu heç nəyə vurmağa ehtiyac yoxdur. Mənfi 5 plus bunu vuracam 2-yə. Bu da eləyəcək 12-də 5 bölək. Mənfi 5 ilə 4-ü toplayanda nə verəcək? Mənfi 1 böl 6. Bunu da tərsini çevirsəm 12-də 5 vuraq 6 böl mənfi 1. 6-lar ixtisar getsə qalacaq nə? Mənfi 5. Cavab oldu mənfi 5. Sonra 14-cü suala baxaq. İfadəni hesablayaq tez. 14-də 0,2 dövrdə 6 plus 0,2. Reskibdən bu hissəsini hesablayaq. 0,2-ni mötərizədəki ədəd qədər 9, bir dənə 0, 26 çıxaq çöldəki ədəd. Bu da bərabərdir 90-da 24. Bunu da ixtisar aparsaq 6-ya böləndə aşağıda 15, yuxarıda isə 4 dəfə qalacaq. 15-də 4 ilə bu 10-da 2-ni toplayaq. 10-da 2 kimi yazıram da bunu. Bu da bərabərdir. İkisinin ortaq məxrəci nə olacaq? 30. Bunu vuracam 2-yə, bunu vuracam 3-ə. 4 vur 2. Eləyəcək 8. 2 vur 3. 6. Bunları da toplayaq. 14 böl 30. İxtisar eləyək. 15-də 7. Cavab C variantı. Sonra gələk 15. 15-ci sualda. Deyir ki, mən bunu belə yazacağım. Bölünsün. Kəsirdə də bu formada yazıram. 45 üstə gəl 29,99. Yenə qırmızı qələmimi götürürəm. 2 dənə 0 qoyuram. Çünki yuxarıda 4 dənə idi. Aşağıda da 4 elədim. Vergülləri tulladım. 45 0 45 böl 45 0 0. Üstə gəl 29,99. Bunları da ixtisara aparanda baxın 45-ə böləndə yuxarın 45-ə bölsək 1001 olar. Aşağın 45-ə bölsək 100 olar. Yəni 1001 böl 100 plus 29,99 10,1 plus 29,99 elədi cavab 40. Y variantı. Baxaq 16-cı 10 bir dəqiqə neçə idi bu? 15
Ay aman, burada niyə belə xəta olub? 15-dən sonra qaçmışıq 18-ə. Baxaq 10 nömrə olaraq, yəni bundan sonra 16 olmalı idi. Nəysə 18-ci sualımıza. O çox dəhşətli problem deyil. Bunu biraz aşağı çəkim. 18-də. Deməli, A ilə B verilib. A və B-nin tam ədədləri olduğu məlumdur. A ilə B tam ədəddir. Bu əslində natural ədəddə əsasən bu istifadə olunurdu. Prosto kəsrlə qarışıqdır deyə burada yazmışıq. 5n kvadratı plus 12 bölünsün n. Deyir ki, A və B-nin tam ədədləri olduğu məlumdur. A və B tam ədədlər olduğu məlumdursa, nə edərəm? 2n kubu böl n çıx 5n kvadratı böl n üstə gəl 12 böl n. Buradan da nə olacaq? A bərabərdir 2. Bundan bu gedər n-in kvadratı qalar. 2n kvadratı çıx 5n. Bundan bu getdi. Üstə gəl 12 böl n. İndi bizə nə lazımdır? İfadəmiz tam qiymətlər alsın. Yəni bu tam, amma bu kəsirdir. Bu kəsiri tama çevirmək üçün n-in yerinə necə qiymətlər qoyarıq? Natural ədədlərdən söhbət gedir. 1, 2, 3, 12-nin bölənləri 4, 6, 12. Fikir versəz 1, 2, 6, 4 yazılıb, 1, 2, 6, 4 yazılıb, yazılmayan nə var? Yazılmayan 3 ilə 12. Yəni bunları götürüb tapıb doldurublar. İndi bir də B-ni yazaq. B-də də eyni qayda ilə B bərabərdir 3n kubu üstə gəl 11n-in kvadratı çıx 18 bölünsün n. Mən birbaşa yazıram. 3n-in kvadratı ayrı-ayrı məxrəclərdir. 3n kubun n-ə böldüm 3n kvadratı, 11n kvadratını n-ə böldüm 11n, çıx 18 böl n. Burada da nə olacaq? 18-in bölənləri. Yəni 1, 2, 3, 6, 9, 18. 1, 2, 6 yazılıb, 9 ilə 18 qalıb. Yox. Deməli, 18-də yazılıb, 1, 2, 6-da yazılıb, 3 ilə 9 qalıb. Fikir versəz, hər ikisində 3 var. Demək ki, neçə imiş? 3. Yəni bunlar tapılıb, bu diaqrama doldurulub. Hər ikisində ortaq 3 var. P neçədir? Burada 12 yazılmalı idi. Burada 18 yazılıb, 9 qalıb. R-də neçədir? 9. P 12, R-də 9. Bunların da cəmi istəyir. Toplasaq 3, 12, 9, 24. Bu qədər. Baxaq 17-ci suala. 17-ci sual əslində kəsrlə çoxluğun qarışıq sualıdır. Bir balaca da məsələyə aiddir bu sual. Nə deyir? Bir məktəbin bütün müəllimlər kollektivinin 3/1-i Şuşaya, 5/4-ü Xankəndiyə, ikisi hər iki şəhərə səfər etdi. Bu kollektivdə neçə müəllim var? Belə suallarda baxın məxrəc nədir? 3, 5. Ortağına uyğun bir ədəd qoyun. Nə deyərəm? 3, 5. Neçə müəllim var? Deyərəm 3, 5, 15x. X demək biraz narahat olur burada. Nə qədər müəllim var? 15x. Burada çoxluq sualıdır dediyimiz kimi. Bir məktəbin bütün müəllimlər kollektivinin 3/1-i Şuşaya. Yəni 15 vur 3/1 eləyər 15x vur 3/1 eləyər 5x Şuşaya. 5/4-ü Xankəndiyə. 15x vur 5/4. 5 ilə 15 ixtisar edir eləyər 3. 3 vur 4. 12x də hara gedir? Xankəndiyə. İkisi isə hər iki şəhərə səfər etdi. Buradan da istəyirsiniz çoxluqla göstərək. Baxın, şəklini çəkim göstərim sizə. Üstün çəkək. Alınmadı. Nəysə də bu bizim çoxluğumuz. Birinci yazıram Şuşa. Şuşaya nə qədər gedir? 5x. Xankəndiyə nə qədər gedir? 12x. Bunların ortağı nə qədərdir ki? Bəs ümumi nə qədər müəllim var? 15x. Biz də buradan nə edə bilərik? 5x ilə 12x-i toplayıb 15x-i çıxsaq, bizə bu 2-ni verəcək. Ya da bəsit də baxa bilərsiniz də 5x 12x. O 5x üstəlik 12x neçə eləyir? 17x. Bizim əslində 15x müəllim var axı. Bizim baxın burada nə oldu? 15x müəllim var deyə 2x müəllim artıq qaldı. Demək bu artıq qalan hər iki şəhərə səfər edib. 2x 2-dirsə, x də 1-dir. Bizə də nə deyir? Bu kollektivdə neçə müəllim var? Biz başlanğıc 15x dediyimizə görə 15 vur 1, kollektivdə 15 müəllim var imiş. Cavab 15. Kəsrlər mövzusundan buraxılışa düşmüş suallardan da bu qədər. Qarşıdan gələn imtahanlarda hamınıza uğurlar. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.